Sosial təminat və sosial inkişaf sosial siyasətin əsas qollarıdır və onların yükünü özündə daşıyan subyekt qismində isə dövlət çıxış edir. Və bu sahədə hər yerdə olduğu kimi Azərbaycanda da dövlətin bu məsələyə çox böyük diqqəti var və biz bilirik ki, Prezident İlham Əliyevin təşəbbüsləri məhz o məqama yönəlib ki, Azərbaycanda sosial rifah insanlar üçün artıq əlçatan olsun və digər tərəfdən də həyat keyfiyyəti dəyişilsin. Əlbəttə ki, yüksəlişə doğru dəyişilsin. Və biz bilirik ki, son illər ərzində bir neçə sosial paketlər məhz dövlət başçısı tərəfindən artıq təklif olunub və onlar uğurla reallaşıb. Və təbii ki, bu istiqamətdə həmişə böyük gözləntilər var. Salam, hörmətli tamaşaçılar. Biz bu günləri bu əsas məsələyə diqqət yetiririk və proqramımızın qonağı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Anar Əliyevdir. Anar müəllim, xoş gəlmişsiniz. Bizi şadlıq görməyə və bilirik ki, sizin bizim üçün yeni xəbərləriniz var. Və təbii ki, müxtəlif ölkəmizdə sosial təbəqələr, qruplar var ki, onlar vaxtaşırı artıq dövlətdən dəstək alırlar. Burada həssas kateqoriyalara aid olan məsələdir bu. Sonra əlillərdir, müharibə iştirakçıları, onların təminatı və s. Və təbii ki, siz yaxşı məlumatlısınız ki, bu yaxınlarda dövlət başçısı Prezident İlham Əliyev Azərbaycanda fəaliyyət göstərən yerli televiziya kanallarının müsahibəsində bir çox məsələlərə toxundu və ilk növbədə də məhz sosial proqramlara o öz münasibətini bildirdi. Və təbii ki, ildən ilə biz görürük ki, bu sahədə artımlar daim tətbiq olunur. Və mən istərdim ki, elə ilk növbədə biz ötən ilin məlumatlarına qayıdaq, yəni nəticələrə qayıdaq daha doğrusu. Çünki çox geniş bir sosial paket tətbiq olunmuşdu və əsas artımlar, əsas nəticələr nədən ibarətdir? Mən istərdim bu məsələyə siz münasibət bildirəsiniz. Elədir, hörmətli Tofiq müəllim. Məlum olduğu kimi Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 2026-cı ildə ölkənin media nümayəndələrinə geniş müsahibəsi baş tutmuşdu və bu çərçivədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən sosial sahədə siyasətlə bağlı aydın fikirlər və aydın hədəflər səsləndirilmişdir. Özünün sosial siyasətinin mahiyyəti, onun məqsədi ilə bağlı ətraflı məlumatlar verilmişdir. Və biz bu müsahibədən gördüyümüz odur ki, ölkə başçısı hər zaman bəyan edir ki, onun siyasətinin mərkəzində insan amili durur, Azərbaycan Respublikası vətəndaşının sosial rifahı durur və ölkə başçısının təbiri ilə desək, Azərbaycanda sosial sahədə görülən işlər əməli tədbirlərə əsaslanır və ölkəmizdə bu məqsədlə olduqca geniş sosial müdafiə, sosial təminat, əhalinin məşğulluğuna yönəlmiş proqramlar icra edilir. Təbii ki, biz sosial sahədə əldə olmuş nəticələrə baxdıqda, biz ötən müddət ərzində, yəni 2019-cu ildən 2019-2025-ci illər ərzində həyata keçirilmiş sosial islahat paketlərinə diqqətimizi cəlb etməliyik. Qeyd etmək lazımdır ki, ötən müddət ərzində 5 sosial islahat paketi icra olunmuşdur ölkə başçısının rəhbərliyi altında. Bu islahat paketləri 4 milyon vətəndaşımızı əhatə etmişdir. Eyni zamanda bu sosial islahat paketlərinin icrası üçün əlavə olaraq dövlət büdcəsindən və icmal büdcədən 8 milyard manat vəsait, yəni bu proqramların icra olunması üçün, bu islahatların həyata keçirilməsi üçün vəsait ayrılmışdır. Eyni zamanda biz 2025-ci ili də sosial məsələlər üçün olduqca əlamətdar il kimi qeyd edə bilərik. Belə ki, 2025-ci ildə Azərbaycan Respublikası Prezidentinin imzaladığı fərman və sərəncamlar əsasında 5-ci sosial islahat zərfinin icrası təmin olundu. Bu çərçivədə yalnız biz 5-ci sosial islahat zərfinin icrasının nəticələrinə baxdıqda biz görərik ki, bizim 5-ci sosial islahat zərfimiz 3 milyon vətəndaşımızı əhatə etmişdir və yalnız bir ildə, yəni 2025-ci ildə sosial məsələlərə əlavə olaraq 1 milyard 400 milyon manat əlavə vəsait cəlb olunmuşdur. Və bu çərçivədə minimum əmək haqlarının
artırılması ilə bağlı deməli qərar qəbul olmuşdu. Bilirsiniz ki, 2025-ci ilin yanvarın 1-dən minimum əmək haqqılar 345 manatdan 400 manata deməli 16% artırılaraq 400 manat deməli təşkil etmişdir. Bu əmək haqqı artımları 700 minə yaxın şəxsə şamil olunmuşdur. Burada həm dövlət sektoru üzrə çalışan bizim uzla çalışan vətəndaşlarımıza aid oldu. Eyni zamanda özəl sektorda da fəaliyyət göstərən vətəndaşlarımıza bu şamil edildi. Bununla yanaşı bilirsiniz ki, Azərbaycanda çox geniş sığorta pensiya sistemi fəaliyyət göstərir və bu çərçivədə minimum pensiyalarında məbləği 14-13% artırılaraq 280 manatdan 320 manata çatdırılmışdır və bu artımlar da 1 yanvar 2025-ci il tarixdən tətbiq olunmağa başlanmışdır. Eyni zamanda pensiyaların indeksasiyası 2025-ci ildə biz bu indeksasiyanın da artımı təmin edə bildik. Bu bizim 1,1 milyon pensiyaçımıza şamil olundu və burada da 1 yanvar 2025-ci ildən başlayaraq 1,1 milyon pensiyaçının pensiyaları 8,1% həcmində artımlarla ödənişləri davam etdirilmişdir 2025-ci ildə. Bununla yanaşı pensiya kapitalının indeksasiyası da, yəni bugün bilirsiniz ki, sığorta sistemində, yəni məcburi dövlət sosial sığorta sistemində çalışanlar fərdi şəxsi hesabları var. Fərdi şəxsi hesablarda həmin şəxslərin pensiya kapitalı qeydə alınır və hər il dövlət tərəfindən qeydə alınan pensiya kapitalı istehlak qiymətlərinin artım tempinə uyğun olaraq indeksləşdirilir və 2025-ci ildə biz bu indeksasiyanı 2,2% həcmində tətbiq etdik. Bununla yanaşı sosial müavinət və təqaüd ödənişlər də, yəni bizim sosial ödənişlərdə də artımların biz tətbiqinə başladıq. Bu 1 iyul 2025-ci il tarixdən orta hesabla təxminən 12%-ə yaxın biz ortalama artımları burada da təmin edə bildik. Bu artımlar da 700 minə yaxın şəxsə biz şamil olunmasına nail ola bildik. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin aylıq vəzifə maaşları 10%, yəni bu çərçivədə artırılmışdır. Tələbə təqaüdləri 10%, yəni artırılmasını biz təmin etmişik. Eyni zamanda bilirsiniz ki, ölkə üzrə yaşayış minimumu və ehtiyac meyarı da 5,6 və 5,3% müvafiq olaraq artırılaraq 285 manat məbləğində müəyyən edilmişdir. 2026-cı ildə isə biz bunu 5,3% artıraraq 300 manat məbləğinə çatdıra bilmişik. Bununla yanaşı 2025-ci il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əhalinin sosial ödənişlərlə təminatı istiqamətində də geniş tədbirlər həyata keçirilmişdir. Burada əlbəttə ki, biz sosial ödənişlərlə bağlı danışdıqda ilk növbədə Dövlət Sosial Müdafiə Fondunun pensiya təminatı ilə bağlı deməli məsələlərinə toxunmaq istəyərdim. İlk növbədə onu qeyd etmək istəyərdim ki, Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il üzrə gəlirləri 8,1 milyard manat təşkil etmişdi. Bu 2024-cü ilin göstəriciləri ilə müqayisədə 1,1 milyard manat və yaxud 15% artım deməkdir. Yəni bu kifayət qədər ciddi rəqəmlərdir. Yəni tarixdə fondun bu qədər yüksək bizim gəlirlərimiz olmamışdır. Bu gəlirlərin tərkibində məcburi dövlət sosial sığorta haqqları üzrə gəlirlərin payı 6,5 milyard manat təşkil etmişdir ki, bu da 2024-cü illə müqayisədə 7,1 milyon manat və yaxud 12% artım deməkdir. Fondun gəlirləri ilə yanaşı, əlbəttə ki, xərclərində də biz, əhaliyə ödənişlərində də biz müsbət dinamikanı 2025-ci ildə müşahidə etmişik. Belə ki, Dövlət Sosial Müdafiə Fondunun xərcləri 2025-ci ildə 7,5 milyard manat təşkil etmişdir. Bu da 2024-cü illə müqayisədə 629 milyon manat və ya 9% artım deməkdir. Əlbəttə ki, burada maraqlı olan rəqəm əhaliyə olan ödənişlərdir. Biz bilirsiniz ki, fondun xərclərinin 97-98%-i bir qayda olaraq əhaliyə olan ödənişlər təşkil edir. 2025-ci ildə əhaliyə olan ödənişlərimiz Dövlət Sosial Müdafiə Fondu xətti ilə 7,1 milyard manat təşkil etmişdir. Bu da yenə də 2024-cü illə müqayisədə 616 milyon manat və ya 9% artım deməkdir. Bununla yanaşı fond tərəfindən
2025-ci ildə aylıq əsasda 1,1 milyon pensiyaçıya deməli pensiyaların ödənilməsi, eyni zamanda məcburi dövlət sosial sığorta vəsaitləri hesabına aylıq və birdəfəlik müavinətlərin ödənilməsi də həyata keçirilmişdir. Və beləliklə biz bu ödənişlər üzərindən orta pensiyalarda artıma da mən toxunmaq istəyərdim. 2025-ci ildə orta pensiyanın məbləği 543 manat təşkil etmişdir. Bu da 2024-cü illə müqayisədə 9,3% deməli artım deməkdir. Yaşa görə orta pensiyanın məbləği isə 578 manata 2025-ci ildə bərabər olmuşdur. Burada da 9,1%lik artım deməli qeydə alınmışdır. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, 2025-ci ildə Dövlət Sosial Müdafiə Fondu tərəfindən 53 mindən bir qədər çox pensiya təyinatı həyata keçirilmişdir və bilirsiniz ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin fəaliyyətində, eyni zamanda Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətində şəffaflıq baxımından biz bu pensiya təyinatının elektronlaşması ilə bağlı geniş tədbirlər həyata keçiririk və bu qeyd elədiyim bu 53 min pensiya təyinatının hardasa 70%-ə yaxını tam elektron şəkildə təyin edilmişdir və biz bu göstəriciləri təhlil edəndə onu da görürük ki, yaşa görə pensiyaların 80%-ni biz elektron şəkildə təyinatını həyata keçirə bilmişdik. Eyni zamanda onu da qeyd etməliyik ki, əhalinin sosial müdafiəsi, sosial təminatı ilə yanaşı, yəni pensiya sistemi ilə yanaşı bu günləri dövlət büdcəsindən də əhalinin sosial müdafiəsinə çox ciddi şəkildə dəstək tədbirləri həyata keçirilir. Burada söhbət Azərbaycan Respublikası Prezidentinin təqaüdlərindən, sosial müavinətlərdən, az təminatlı ailələrə ödənilən ünvanlı dövlət sosial yardımlardan, müxtəlif kompensasiyalardan gedir. Bu istiqamətdə də 2025-ci il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tədbirlər həyata keçirilmişdir. Bu baxımdan sosial müavinət ödənişləri 2025-ci ildə 529 min nəfərə 1,2 milyard manat məbləğində sosial müavinət ödənişi həyata keçirilmişdir. Bu da 2024-cü illə müqayisədə 90 milyon manat və ya 8% artım deməkdir. Azərbaycan Respublikası Prezidentinin təqaüdləri üzrə də 407 min nəfərə 756 milyon manat məbləğində deməli sosial ödənişlər 2025-ci ildə aylıq əsasda həyata keçirilmişdir. Təqaüd ödənişlərində də artımlar olmuşdur. 2024-lə biz bunu müqayisə etdikdə 61 milyon manat və yaxud 9% biz artımı burada müşahidə edirik. Qeyd etdiyim kimi ünvanlı dövlət sosial yardımı ilə bağlı da proqram Nazirlik tərəfindən icra edilmişdir. Bu çərçivədə də deməli 76 min ailəyə, bu təxminən 336 min ailə üzvü deməkdir. 2025-ci il ərzində 420 milyon manat vəsait ayrılmışdır. Eyni zamanda sosial həssas kateqoriyadan olan ailələrə 2025-ci ilin sonunda Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə bütün ünvanlı dövlət sosial yardım alan ailələrə birdəfəlik şəkildə 200 manat məbləğində maddi yardım edilmişdir və bu məqsədlə də 15,3 milyon manat vəsait ayrılmışdır. Beləliklə, Tofiq müəllim, biz tam əminliklə deyə bilərik ki, 2025-ci il Azərbaycanda sosial məsələlərin həlli baxımından olduqca əlamətdar olmuşdur və ölkə başçısının rəhbərliyi ilə 2025-ci ildə geniş bizim sosial paketimiz icra olunmuşdur. Eyni zamanda sosial ödənişlərin vaxtında keyfiyyətlə həyata keçirilməsi təmin edilmişdir. Və ümumiyyətlə bu sahədə Azərbaycanda həqiqətən də dinamik bir vəziyyəti biz müşahidə edirik və bu da təbii ki, geniş islahatların məntiqi bir nəticəsidir. Və təbii ki, ardıcıl şəkildə bu islahatların həyata keçməsi həm də artımlara imkanlar verir. Və mən istərdim bu məsələyə münasibət bildirəsiniz. Yəni artımlar hansı sahələrlə bağlıdır və nəhayət ümumən yəni bu proseslərə ayrılan vəsaitlərin özündə də dəyişikliklər var. Və o dəyişikliklərlə bağlı istəyirdim onu növbəsində dəqiqləşdirəsiniz. Elədir, Tofiq müəllim. Burada bir məsələni də biz xüsusi olaraq qeyd etməliyik. Ümumilikdə sosial artımlarla bağlı ölkə başçısının çox aydın mövqeyi var və bu mövqe ondan ibarətdir ki, biz sosial sahədə həyata keçirdiyimiz
tədbirləri, islahatları, eyni zamanda iqtisadi sahədə həyata keçirilən tədbirlərlə, islahatlarla uzlaşdırmalıyıq. Bu nə deməkdir? Bu o deməkdir ki, dövlətimizin, ölkəmizin gəlirləri artdıqca, dövlət büdcəsinin gəlirləri artdıqca sosial sahəyə ayrılan vəsaitlərin də həcmi artmaqdadır. Mən yenə də bir-iki rəqəm səsləndirmək istəyirəm. Bu rəqəmlər bariz şəkildə Azərbaycan Respublikası Prezidentinin sosial məsələlərlə bağlı əməli işlərini, əməli islahatlarını özündə əks etdirir. Biz bir mənalı şəkildə bugün onu qeyd edə bilərik ki, bugün dövlət büdcəsində sosial yönümlü xərclər 17 milyard 146 milyon manat təşkil edir. Bu sosial yönümlü xərclərin dövlət büdcəsində xüsusi çəkisi 41,1% səviyyəsindədir və son 7 ildə müvafiq istiqamətdə ayrılan vəsaitin həcminə biz baxanda biz görürük ki, sosial yönümlü xərclərdə artım 2,2 dəfədir və rəqəmlərdə bu özünü belə ifadə edir ki, yəni islahatlara başlayanda bizim xərclərimiz 7,8 milyard manat idisə, islahatların belə deyək də bugünə olan rəqəm biz 7,8 milyard manatdan 17,1 milyard manata qədər bu sosial yönlü xərclərimizi dövlət büdcəsində artıra bilmişik. Eyni zamanda 2026-cı ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərclərinin 4 milyard 873 milyon manat həcmində təsdiq edilmişdir. Bu da son 7 ildə bu istiqamətə ayrılan vəsaitin həcminin 2,1 dəfə artması deməkdir. Yəni 2,3 milyard manatdan 4,9 milyard manata qədər biz sosial müdafiə və sosial təminat xərclərinə vəsait ayırmışıq. Təbii ki, 5 sosial islahat paketinin icrasının qeyd etdiyim kimi məqsədi bilavasitə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, onların gəlirlərinin təmin olunması, gəlirlərinin qorunması, məşğulluğunun artırılması kimi hədəfləri özündə əks etdirmişdir və burada bizim əldə etdiyimiz çox ciddi nəticələr var. Biz islahatlara başlayanda minimum pensiya artımlarında biz göstəriciləri təxminən 2,9 dəfə minimum pensiyanın artırılmasına nail olmuşuq. Yəni 110 manatdan 320 manata pensiya, deməli minimum pensiyaların artırılmasına nail olmuşuq. Orta aylıq pensiyada 2,6 dəfə bizim artımlarımızı biz müşahidə etmişik. Yəni mən bayaq qeyd elədim, yəni 543 manat məbləğində bizim orta pensiyamızın məbləğidir. Yaşa görə pensiyanın məbləği 578 manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda bu artımlar, bu dinamika həm də Dövlət Sosial Müdafiə Fondunun ötən müddətki, yəni 2018-2026-cı illərdəki fəaliyyətində də öz əksini göstərir. Belə ki, Dövlət Sosial Müdafiə Fondunun gəlirləri bu dövrdə 2,2 dəfə artmışdı. 3,7 milyard manatdan 8,3 milyard manata qədər fondun gəlirləri artmışdı. Dövlət Sosial Müdafiə Fondunun xərcləri də eyni zamanda eyni paralel olaraq artmışdı. 2,3 dəfə də burada artımları biz qeyd eləyə bilərik. Yenə də 3,7 milyard manatdan 8,4 milyard manata qədər bu artımları biz müşahidə edirik. Eyni zamanda sosial müavinət və təqaüd ödənişlərinə də biz toxunmalıyıq. Ötən müddət ərzində burada da maliyyələşmənin həcmi 5 dəfə artmışdı. Biz təxminən 400 milyon manatdan bu maliyyələşməni bu günləri 2,1 milyard manata qədər yəni artırılmasına nail olmuşuq. Bugün dövlət büdcəsi hesabına müavinət üzrə deməli maliyyələşmədə 4,1 dəfə, yəni sosial müavinətlərin maliyyələşməsində artımları biz 4,1 dəfə görürük. Yəni 322 milyon manatdan 1 milyard 318 milyon manata qədər burada artımlar. Azərbaycan Respublikası Prezidentinin təqaüdlərində artımların məbləği təxminən 8 dəfəyə bərabərdir. Yəni 104 milyon manatdan 827 milyon manata qədər biz artımlar burada müşahidə edirik. Ünvanlı dövlət sosial yardımına ayrılan vəsaitin həcmi də 4 dəfədən çox artmışdı. Biz 2025-ci ildə, 2025-2026-cı illərdə bu məbləği 108
milyon manatdan, yəni 2018-ci ildə 108 milyon manatdan 2026-cı ildə deməli 465 milyon manata qədər deməli yüksəlməsini görürük. Eyni zamanda ünvanlı dövlət sosial yardımının orta məbləği 2.4 dəfə artmışdı. Yaşayış minimumu bizdə 73% artmışdı. Ehtiyac meyarı isə 2.3 dəfə biz artımına nail olmuşduq. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, 2023-cü ildən etibarən ölkədə ehtiyac meyarı ilə yaşayış minimum məbləğləri də bərabərləşdirilmişdir. Bax, bu bizim son 6-7 il ərzində həyata keçirdiyimiz deməli islahatlardır. Bu islahatların həyata keçirilməsi bilavasitə Azərbaycan Respublikası Prezidentinin iradəsinin nəticəsidir. Eyni zamanda dövlət büdcəsinin, dövlətimizin gəlirlərinin artması ilə paralel olaraq sosial sahədə də məsələlərin həlli kimi prioritetlər təşkil edir. Bax, bu sadaladığım rəqəmlər ölkə başçımızın sosial sahədə diqqətinin əməli nəticələri kimi biz bunu tam əminliklə qiymətləndirə bilərik. Bəli, təbii ki, fəal sosial siyasətdə məşğulluğun təminatı kimi bir problem var, bir sahə var və bu istiqamətdə də müxtəlif tədbirlər siz həyata keçirirsiniz. Mən istərdim ilk növbədə bu məsələyə toxunaq və nəhayət elə bu çərçivədə də özlü məşğulluq proqramı da xüsusi bir mahiyyət daşıyır. İstərdim bax bu məsələyə də münasibət bildirəsiniz. Hörmətli Tofiq, bildiyiniz kimi məşğulluq məsələləri hər bir dövlət üçün, hər bir hökumət üçün prioritet məsələdir. Yəni bu hər bir hökumətin gündəlik məşğul olduğu məsələdir. Kifayət qədər geniş məsələdir. Azərbaycanda əhalinin məşğulluğunun, aktiv məşğulluğunun təmin edilməsi üçün çox geniş proqramlar, sistem formalaşdırılıb. Bunu da tam əminliklə deyə bilərik ki, bu istiqamətdə görülən tədbirlər də ölkə başçısının diqqət mərkəzindədir. Onun siyasətinin nəticəsidir, iradəsinin nəticəsidir. Mən ilk növbədə sosial islahat zərfləri çərçivəsində əmək və məşğulluq sahəsində əldə olunan bir sıra nəticələrə sizin diqqətinizi cəlb eləmək istəyərdim. Belə ki, 2018-2025-ci illər ərzində Azərbaycanda əmək müqavillərinin sayında 45% artım olmuşdur. Bu təxminən 585 min əmək müqaviləsinin artımı deməkdir və çox sevindirici haldır ki, əmək müqavilələrində artım daha çox özəl sektorda biz qeydə almışıq. Əmək müqavilələrinin artımı özəl sektorda təxminən 2.1 dəfə artmışdır. Özəl sektorda əmək müqavilələrinin sayı 546 min təşkil edir və 2025-ci ildə əmək müqavilələri alt sistemində özəl sektor üzrə əmək müqavilələrinin sayı 1 milyonu artıq ötmüşdür. Bu da bir, belə deyək də, əldə olunan əlamətdar bir nəticə kimi bunu qeyd eləyə bilərik. Eyni zamanda əmək haqqı fondunda da biz artımlar müşahidə edirik. Burada da bilirsiniz ki, bütün sosial islahat zərfləri icra olunarkən biz minimum əmək haqqının artırılması ilə yanaşı biz qeyd elədik ki, dövlət sektorunda da çalışanların, xüsusən vahid tarif cədvəli üzrə çalışanların əmək haqqlarının artırılmasına nail olmuşuq və bu özü özlüyündə həm də özəl sektorda bir rəqabət mühiti yaradır və özəl sektorda da əmək haqqı artımlarının deməli gətirib çıxarır. Belə olduğu təqdirdə biz əmək haqqı fondunda, yəni 18-25-ci illəri baxdıqda biz 3.2 dəfə artım müşahidə edilir. Yəni bizim aylıq əmək haqqı fondumuz 500 milyon manatdan hazırda 1.6 milyard manata qədər yüksəlmişdir. Burada da əlamətdar məsələ ondan ibarətdir ki, əmək haqqı fondu üzrə artımların böyük hissəsi, yəni 3.6 dəfə özəl sektorda əmək haqqı fondu artmışdır. Yəni 200 milyon manatdan 800 milyon manata bu aylıq əsasda bu yüksəlmişdir. Eyni zamanda minimum əmək haqqlarının artırılması da 18-25-ci ildə 3.1 dəfə olmuşdur. 130 manatdan biz bunu 400 manat deməli təsdiq olunmuşdur. Orta aylıq əmək haqqıda da biz artımlar müşahidə etmişdik. Bu hardasa 2 dəfə artımdır. 545 manatdan 1086 manata qədər bu artımlar tətbiq olunmuşdur. Məşğulluq məsələlərindən danışdıqda qeyd etdiyimiz kimi bizim ölkəmizdə əhalinin aktiv məşğulluğunun təmin edilməsi üçün əməli
tədbirlər və mexanizmlər mövcuddur. Bilirsiniz ki, 2019-cu ildə ölkə başçımız tərəfindən Azərbaycan Respublikasının 2019-2030-cu illərdə məşğulluq strategiyası təsdiq olunmuşdur və bu strategiyanın icrası çərçivəsində olduqca əlamətdar nailiyyətlər əldə olunmuşdur. İlk növbədə onu qeyd etmək istərdim ki, Azərbaycanda işsizdən sığorta sistemi formalaşdırılmışdır, tətbiqinə başlanmışdır. İşsizdən sığorta fondu fəaliyyətə başlamışdır. Eyni zamanda yeni məşğulluq haqqında qanun qəbul olunmuşdur. Bu qanun çərçivəsində aktiv məşğulluq tədbirlərinin deməli sayı və əhatə dairəsi deməli genişləndirilmişdir. Bu çərçivədə onu qeyd edə bilərəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən əhalinin aktiv məşğulluq tədbirlərinə cəlb olunması istiqamətində geniş tədbirlər həyata keçirilir. Aktiv məşğulluq tədbirləri həyata keçirilir. 2025-ci ildə 189 min şəxsin işə düzəlməsinə Dövlət Məşğulluq Agentliyi tərəfindən dəstək göstərilmişdir. Eyni zamanda işçi qüvvəsinin, işsiz və iş axtaran şəxslərinin bilik və bacarıqlarının, kvalifikasiyalarının artırılması bizim həm məşğulluq strategiyamızın hədəfidir, həm də nazirlik olaraq, Dövlət Məşğulluq Agentliyi olaraq bizim üçün əsas, ən vacib proqramlardan biridir və bu baxımdan biz peşə hazırlığı proqramlarına çox böyük önəm veririk. Bu proqramlar çərçivəsində verilən peşə hazırlığı deməli təlimlərinin, kurslarının beynəlxalq əmək bazarının tələb və standartlarına uyğunluğu istiqamətində iş aparırıq. Bu çərçivədə də biz özəl sektorla əməkdaşlığa deməli nail olmuşuq və 2025-ci ildə müxtəlif istiqamətlər üzrə 18,4 min şəxsin peşə hazırlığına cəlb olunmasını təmin etmişik. Eyni zamanda 218-ə yaxın işə götürənlərlə birlikdə əmək yarmarkalarının həyata keçirilməsini təmin etmişik. Biz hamımız bilirik ki, məşğulluğun aparıcı qüvvəsi bizim işə götürənlərdir. Bu baxımdan həm işə götürənləri qane edəcək işçi qüvvəsinin cəlb olunması məqsədi ilə, eyni zamanda da işçiləri qane edəcək iş yerlərinin müəyyən edilməsi məqsədi ilə biz əmək yarmarkalarının keçirilməsinə çox böyük diqqət göstəririk və bu çərçivədə də qeyd etdiyim kimi 200-dən çox əmək yarmarkasını biz 2025-ci ildə keçirilməsinə nail ola bilmişik. Siz özlə məşğulluq proqramına toxundunuz. Bəli, Tofiq müəllim, özlə məşğulluq proqramı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən, Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən ən böyük aktiv məşğulluq tədbirlərindən biridir. Burada da biz tam əminliklə deyə bilərik ki, bu proqramın da təşəbbüskarı Azərbaycan Respublikasının prezidenti olmuşdur. Məhz 2017-ci ildə onun tərəfindən imzalanmış sərəncam əsasında bu işsiz şəxslərin özünə məşğulluğunun təşkili proqramının icrasına başlanmışdır. Bilirsiniz ki, bu proqramın mahiyyəti daha çox az təminatlı ailələrin aktiv məşğulluq tədbirlərinə cəlb olunması, onlar üçün ailə təsərrüfatdan yaradılması, kiçik bizneslərin yaradılmasına dəstək verilməsidir və ötən müddət ərzində biz 100 mindən çox şəxsin, işsiz şəxslərin, işsiz iş axtaran şəxslərin özünə məşğulluğun təşkili proqramına cəlb olunmasına nail ola bilmişik. Eyni zamanda bu çərçivədə yenə də ölkə başçısının dəstəyi və təşəbbüsü əsasında Dünya Bankı ilə biz əməkdaşlıq çərçivəsində 2 məşğulluğa dəstək layihəsinin deməli icrasını təmin etmişik. Yəni birinci məşğulluğa dəstək deməli proqramı artıq icrası başa çatmaq üzrədir və ölkə başçısının dəstəyi ilə ikinci proqramın icrası deməli həyata keçiriləcək. Bu 2025-2029-cu illəri əhatə eləyəcək. Bu proqramlar çərçivəsində birinci məşğulluğa dəstək proqramı çərçivəsində biz 26,7 min şəxsin aktiv məşğulluq tədbirlərinə, yəni özünə məşğulluq proqramına cəlb olunmasına nail ola bilmişik. İkinci proqram isə qeyd etdiyim kimi 25-29-cu illəri əhatə edəcək. Burada da 30 mindən bir qədər çox şəxsin yenə də işsiz şəxslərin özünə məşğulluğunun təşkili proqramına cəlb olunmasına deməli yönələcəkdir. Bu proqrama maraq çoxdur. Biz birinci proqramın icrası çərçivəsində gördük ki, bu proqrama müraciət edənlərin sayı 100 mini ötmüşdür. Bütün bu qeyd olunanlar nəzərə alınaraq ölkə başçısı tərəfindən bu proqramın növbəti dövrlərdə də
davam etdirilməsi qərar verilmişdir və əlamətdar məsələ ondan ibarətdir ki, biz bunu Dünya Bankı kimi bir institusional təşkilatla birlikdə həyata keçiririk. Çox yüksək bank tərəfindən bizim fəaliyyət qiymətləndirilmişdir və bu fəaliyyətin nümunə olaraq bir sıra ölkələrə də tövsiyə olunur. Biz indi bu saat ölkə olaraq böyük diqqətlə böyük qayıdış proqramının reallaşmasına münasibət bildiririk və təbii ki, dövlət başçısının da bu məsələyə çox böyük həm diqqəti var, digər tərəfdən o bütün prosesləri öz nəzarətində saxlayır və təbii ki, soydaşlarımızın artıq Şərqi Zəngəzura, sonra Qarabağ bölgəsinə qayıdışı da təbii bizim üçün çox vacib bir məsələdir və bu prosesdə dayanıqlı məskunlaşmanın xüsusi yeri var. Mən bilirəm ki, sizin nazirlik tərəfindən bax, bu istiqamətdə də xeyli tədbirlər həyata keçirilir və nəhayət elə bax, bu çərçivədə də məşğulluğun təminatı da demək olar ki, özünə diqqət çəkir. İstədim bax, bu məsələyə münasibət bildirəsiniz. Elədir Tofiq, mən bilirsiniz ki, işğaldan azad olunmuş ərazilərə qayıdışla bağlı birinci böyük qayıdış proqramı ölkə başçısı tərəfindən təsdiq edilmişdir və təbii ki, istənilən qayıdış prosesində dayanıqlı olması üçün qayıdışın burada məşğulluq məsələlərinin həlli olduqca vacibdir. Və bu baxımdan nazirlik qarşısında qoyulan əsas vəzifələrdən biri işğaldan azad olunmuş ərazilərə qayıdan əhalinin aktiv məşğulluq tədbirlərinə cəlb olunmasıdır. Və bu tədbirlərin həyata keçirilməsi üçün mən əvvəl də qeyd etdiyim kimi bizim geniş imkanlarımız var. Bu istiqamətdə tədbirlərimizi davam etdiririk. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əhalinin işğaldan azad olunmuş ərazilərə qayıdışı ilə bağlı hər bir qayıdan şəxslə fərdi qaydada iş aparılır. Həmin şəxslərin məşğulluq tarixçəsi, təhsil imkanları dəyərləndirir və bu dəyərləndirmə nəticəsində hər bir bizim qayıdan şəxsimizlə bağlı fərdi məşğulluq proqramı tərtib olunur və həmin proqramın icrası çərçivəsində ərazilərə qayıtmış şəxslərimizin məşğulluğu təmin olunur. Və bu çərçivədə bizim işğaldan azad olunmuş ərazilərə qayıdışla bağlı bizim də sistemli yanaşmamız var, müvafiq mexanizmimiz var. Bu mexanizm mahiyyəti ondan ibarətdir ki, biz ərazilərdə olan iş yerlərini müəyyən edirik. Bir qayda olaraq fəsildən fəsilə fərq var. Ərazilərimizdə bizim hardasa 45-50 minə yaxın daimi iş yeri mövcuddur. Və bilirsiniz ki, artıq ərazilərdə həm işləyən, həm yaşayan, həm də təhsil alan şəxslərimizin sayı 70 minə artıq ötüb. Bu özü də böyük bir rəqəmdir və qayıdış prosesinin nə qədər uğurla həyata keçirildiyini bilavasitə göstərir. Və biz yaratdığımız bu proses çərçivəsində işğaldan azad olmuş ərazilərdə fəaliyyət göstərən bütün işə götürənləri bir yerə toplaya bilmişik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bununla bağlı xüsusi işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu aylıq əsasda ərazilərdə fəaliyyət göstərən işə götürənlərlə işləyir. Və bu çərçivədə qarşıya qoyulmuş əsas vəzifə ondan ibarətdir ki, işğaldan azad olunmuş ərazidə işə qəbul edilən hər bir şəxs, yəni hər bir iş yeri açıldıqda həmin iş yerinə işə götürülməkdə ilk növbədə işğaldan azad olunmuş əraziyə qayıtmış şəxslərə üstünlük verilməlidir. Bu prinsip bizim işə götürənlər tərəfindən və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tətbiq olunur. Və biz bir yerdə, birlikdə, işə götürənlərimizlə birlikdə ərazilərə qayıtmış şəxslərimizin qiymətləndirilməsini həyata keçiririk. Bu çərçivədə onlar üçün müvafiq əmək yarmarkaları həyata keçirir. Biz 25-ə yaxın əmək yarmarkası həyata keçirmişik. 130 minə yaxın şəxsin qiymətləndirilməsini həyata keçirmişik. 15 minə yaxın fərdi məşğulluq proqramının tərtib olunmasına nail olmuşuq. Onu da qeyd etmək lazımdır ki, məşğulluğu təmin olunan şəxslər, yəni 7800-dən çox şəxsin artıq işğaldan azad olunmuş ərazilərdə məşğulluğu təmin olunmuşdur. 700-ə yaxın şəxs bu proqram çərçivəsində deməli özünə məşğulluq proqramına cəlb olunmuşdur. Peşə hazırlığı tədbirləri burada da bizim üçün deməli olduqca vacibdir. Qeyd olunduğu kimi peşə kursu və peşə təlimlərinə biz 6200 şəxsin cəlb olunmasını deməli təmin edə bilmişik. Bu çərçivədə nazirlik olaraq fəaliyyətimizi növbəti mərhələlərdə də davam etdirməyi planlaşdırırıq. Yəni bu gün ölkəmizdə
mövcud olan bütün aktiv məşğulluq tədbirlərini biz işğaldan azad olmuş ərazilərdə də tətbiq edirik. Və bu özünün müsbət nəticələrini də verir və burada bir mənalı şəkildə sosial tərəfdaşlıq prinsipini də mən qeyd etmək istərdim. Bizim işə götürənlər böyük həcmdə, yəni Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlıq edirlər. Onlar da işğaldan azad olmuş ərazilərdə məskunlaşmış şəxslərin işlə təminatında maraqlıdırlar və buradan da mən fürsətdən istifadə edərək bu prosesə dəstək verən bütün bizim işə götürənlərimizə öz minnətdarlığımı bildirmək istəyirəm. Müəllim, bəllidir ki, bizim sosial həyatımızda xüsusi rol oynayan dost mərkəzləri var və onlar sözün əsl mənasında bizim vətəndaşlarımızın tərəfdaşı kimi çıxış edirlər, çox böyük köməklər göstərirlər, dəstək verirlər və təsadüfi deyil ki, dövlət başçısı Prezident İlham Əliyev məhz dost mərkəzlərini müasir Azərbaycanın siması adlandırır. Yəni, rolu böyükdür və mən bilirəm ki, bu istiqamətdə sizdə genişlənmə strategiyası artıq qüvvədədir və istərdim ki, bax, 26-cı il üçün bu məsələ ilə bağlı perspektivlərə bir münasibət bildirəsiniz. Elədir, Tofi müəllim, bilirsiniz ki, dost konsepsiyası 2018-ci ildə biz bu konsepsiya ilə bağlı tədbirlərə başladıq və Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2018-ci il tarixli fərmanı ilə Dost Agentliyi və Dost mərkəzlərinin yaradılmasına qərar verilmişdir. Dost konsepsiyasının təşəbbüsü, hamımız bilirik ki, hörmətli birinci vitse-prezidentimiz, hörmətli Mehriban xanım Əliyevaya aiddir. Məhz onun rəhbəri ilə və qısa müddət ərzində bu konsepsiyanın hazırlanması və icrasını biz təmin edə bildik. Hazırda dost mərkəzləri vasitəsilə bugün əhaliyə 162 xidmət göstərilir. Bu xidmətlər bir pəncərə prinsipi əsasında deməli həyata keçirilir. Bugün dost mərkəzlərində əhalinin məmnunluq səviyyəsi göstərilən xidmətlərdən 98% üzərindədir. Hazırda ölkə üzrə onu qeyd etməliyəm ki, 7 dost mərkəzi fəaliyyət göstərir, 1 filial, 3 məntəqə deməli fəaliyyət göstərir və biz burada əlamətdar məsələ ondan ibarətdir ki, bizə dost konsepsiyası işğaldan azad olunmuş ərazilərdə sosial xidmətlə bağlı məsələlərə həll etməyə, yəni operativ şəkildə həll etməyə çox böyük imkanlar yaratdı və 2025-ci ildə biz Kəlbəcər və Füzuli deməli şəhərlərində dost məntəqələrinin yaradılmasını qısa müddət ərzində təmin edə bildik. Bu da bizə böyük həcmdə işğaldan azad olmuş ərazilərə qayıtmış şəxslərin sosial məsələlərlə bağlı müraciətlərinə operativ baxmağa və həll etməyə imkan verir. Bilirsiniz ki, dost konsepsiyası artıq Azərbaycanın sosial sahədə brendinə çevrilib, çox böyük beynəlxalq aləmdə xarici dövlətlərdə marağa səbəb olur. Bu günləri dost konsepsiyasının Moldovada, Özbəkistanda, Serbiyada tətbiqi imkanları ilə bağlı biz həmin dövlətin müvafiq qurumları ilə əməkdaşlıq eləyirik. 2018-2025-ci illərdə biz 4,1 milyon vətəndaşımıza bu dost mərkəzləri vasitəsilə xidmətləri artıq təqdimatına nail ola bilmiş. Eyni zamanda dost şəbəkəsi bilirsiniz ki, genişlənir. Bütün ölkəmizi əhatə etməsi nəzərdə tutulur. Bizim hədəfimiz 2030-cu ilə qədər ölkəmizin bütövlükdə dost şəbəkəsindən əhatə etməkdir. Aydındır. Cənab nazir, bəllidir ki, yəni bizim ölkəmizdə dövlət başçısının o həssas kateqoriyalara diqqət həmişə yüksək bir səviyyədə olur və sizə verilən tapşırıqlar da ondan ibarətdir ki, şəhid ailələridir, sonra müharibə ilə bağlı əlillərdir, sonra az təminatlı təbəqələr var. Onlarla bağlı müəyyən işlər gedir və bu sözün əsl mənasında əsas prioritetlərdən biridir. Və mən istərdim ki, bax, bu məsələyə münasibət bilirsiniz, çünki onlar evlərlə təmin olunurlar, avtomobillərlə təmin olunurlar, müxtəlif artıq onlara müavinatlar verilir və s. Yəni, bax, bu istiqamətdə hansı planlarınız ən yaxın gələcək üçün var? Bildiyiniz kimi, post-müharibə dövründə, yəni zəfərlə başa çatan ikinci vətən müharibəsindən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında qoyulan əsas vəzifələrdən biri şəhid ailələrinin, müharibə əlillərinin, müharibə veteranlarının sosial müdafiəsi və sosial təminatı və məşğulluğu ilə bağlı tədbirlər olmuşdur.
Və bu tədbirlər də yenə də ölkə başçısının diqqətində olmuşdur. Onun sosial sahə ilə bağlı siyasətinin mərkəzində olmuşdur. Qeyd etmək istərdim ki, ötən müddət ərzində Nazirlik tərəfindən 132 min şəxsə bu istiqamətdə 411 min xidmət göstərilmişdir. Sosial ödənişlərlə bağlı biz 106 min şəxsə təxminən 120 min sosial ödənişlərlə bunları təmin etməyə nail olmuşdur. Və Vətən müharibəsindən dərhal deməli sonrakı dövrdə bu kateqoriyadan olan şəxslərin sosial ödənişlərinə artımlar tətbiq olunmuşdur və ötən müddət ərzində həm şəhid ailələrinə, həm də müharibə əlillərinə həyata keçirilən sosial ödənişlərin məbləği hardasa 2 dəfədən çox artırılmasına biz deməli nail olmuşduq. Bəli, siz də qeyd elədiniz, şəhid ailələrinin, müharibə əlillərinin mənzil məişət şəraitinin yaxşılaşdırılması da prioritet istiqamətlərdən biridir. Ölkə başçımız da öz müsahibəsində bu məsələyə toxundu. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən müddət ərzindən bu kateqoriyadan olan şəxslərə 16 min mənzilin və fərdi evlərin paylanması deməli təmin olunmuşdur. Post müharibə dövründə 7200 mənzil və fərdi evin verilməsi təmin olunmuşdur. Avtomobillərlə təminat istiqamətində də tədbirlər həyata keçirilmişdir. Ötən müddət ərzində biz 7,7 min şəxsə avtomobillərlə təminatını nail ola bilmişik. Sosial-psixoloji dəstək və reabilitasiya xidmətləri də bu çərçivədə prioritet istiqamətlərdən biri olmuşdur. 500 hərbiçiyə biz 620-yə dək yüksək texnoloji protezlərlə təmin etmişdik və qeyd edeyim ki, bu protezlər bu şəxslərin deməli hərəkətini, yəni 80%-ə qədər, 80%-dən yuxarı bir bərpa etməyə, yəni biz nail ola bilmişik. 2400 müharibə əlinə 88 min reabilitasiya vasitəsilə biz təmin edə bilmişik. Əlbəttə ki, bu tədbirlər çərçivəsində biz məşğulluq məsələlərinə də toxunmalıyıq. Şəhid ailələrinin, müharibə əlillərinin məşğulluğu da bizim üçün prioritet təşkil etmişdir. Ötən müddət ərzində bu kateqoriyadan olan şəxslərindən 29 min nəfərinin biz aktiv məşğulluq tədbirlərindən təmin edə bilmişik və çox əlamətdardır ki, biz bunu biraz əvvəl danışdığımız özünə məşğulluq proqramı da burada ciddi şəkildə bizə deməli dəstək oldu və bu proqram çərçivəsində də 13,5 min şəxsin özünə məşğulluq proqramına cəlb olunmasına biz nail ola bilmişik. Şəhid ailələrinin, müharibə əlillərinin deməli sosial müdafiəsi, məşğulluq imkanlarının artırılması, onların reabilitasiyası növbəti dövrlərdə də nazirliyimiz üçün prioritet məsələ olacaqdır. Aydındır. Cənab nazir, bəllidir ki, sizin sahədə də elektronlaşma prosesi sürətlə inkişaf eləyir və bunun çox böyük önəmi var. Yəni cəmiyyətimiz üçün də, ilk növbədə sizin kontingent üçün, çünki birincisi şəffaflıq təmin olunur, digər tərəfdən hesabatlıq artıq aydın şəkildə reallaşır və əlbəttə ki, burada da mən deyərdim ki, dəqiq çərçivələr yoxdur. Yəni inkişaf gedir və yeni planlar da var. Bax, bu məsələyə də istəyirdim siz diqqətinizi yönəldəsiniz. Biz ümumiyyətlə bugün dövlət idarəetməsində xüsusən elektron həllərin tətbiqi olmadan, rəqəmsallaşmadan olmadan idarə etməni təsəvvür edə bilmərik. Və 2018-ci ildən başlayaraq ölkə başçısının tapşırıqları əsasında sosial sahədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göstərdiyi xidmətlər sahəsində rəqəmsallaşma istiqamətində geniş tədbirlər həyata keçirilmişdir. Və ölkə başçısının 2019-cu ildə imzaladığı fərman əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemi yaradılmışdır. Eyni zamanda e-sosial portalı yaradılmışdır. Bilirsiniz ki, e-sosial portalı artıq ölkəmizdə kifayət qədər populyarlıq qazanmışdır. Sosial məsələlərlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi xidmətlərlə bağlı reyestr rolunu oynayır. Bugün bütün bizim istənilən vətəndaşımız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmətləri ilə bağlı həmin portaldan müraciət edərək məlumatlar əldə edə bilər. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemi 18 alt sistemdən, 4 reyestrdən ibarətdir. Nazirliyimiz bu günləri sosial məsələlərlə bağlı rəqəmsal
xidmətlərlə bağlı yalnız vətəndaşlara yox, eyni zamanda əlaqədar dövlət orqan və təşkilatlarına da müvafiq xidmətlər təqdim edir. Onu da qeyd eləmək istərdim ki, Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemi 80-ə yaxın aidiyyatı dövlət orqan və təşkilatların informasiya bazaları ilə tam şəkildə inteqrasiya olunmuşdur. Nazirlik tərəfindən göstərilən 150 xidmətin biz 90%-dən çoxunun elektronlaşmasına nail ola bilmişik. Eyni zamanda bu çərçivədə olduqca əlamətdar bir məsələ ondan ibarətdir ki, bizim proaktiv müraciətlərimiz, yəni xidmətlərimizin də sayı artır. Bugün bizim 150 xidmətimizin 52-si tam şəkildə proaktiv şəkildə həyata keçirir. Yəni bu nə deməkdir? Bu o deməkdir ki, vətəndaş heç bir yerə getmədən, heç bir sənəd təqdim etmədən bizim informasiya sistemləri, informasiya bazaları vətəndaşın hüquqlarını müəyyən edib onun təminatını həyata keçirə bilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən növbəti mərhələdə də sosial sahədə xidmətlərin elektronlaşması ilə bağlı tədbirlər davam etdiriləcəkdir. Sağ olsun. Cənab nazir, biz sizinlə yeni il, 26-cı ilin ilk ayında görüşürük və təbii ki, siz ötən ilin nəticələrinə münasibət bildirdiniz, onları qiymətləndirdiniz və nəhayət 26-cı il özü də elə sizin üçün islahatlar ili olacaq. Mən istərdim ki, bax, yeni 2026-cı ilin hədəflərinə bir qədər toxunasınız. 2026-cı ildə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial sahədə tədbirlər davam etdiriləcəkdir. Mən xüsusi olaraq qeyd etmək istərdim ki, Dövlət Sosial Müdafiə Fondunun bu istiqamətdə 2026-cı il üçün gəlirləri 2025-ci ilə münasibətdə 706 milyon manat və ya 9% çox təsdiq olunmuşdur. Fondun 2026-cı il gəlirlərinin 8,3 milyard manat nəzərdə tutulmuşdur. Xərcləri isə 8 milyard 483 milyon manat məbləğində müəyyən edilmişdir ki, bu da 2025-ci illə müqayisədə 11% və ya 807 milyon manat çoxdur. Və təbii ki, bu xərclərin yenə də 97-98% pensiya ödənişlərinə, yəni əhaliyə ödənişlərə yönəldiləcəkdir. 2026-cı ildə biz bu istiqamətdə tədbirlərimizi davam etdirəcəyik. Bilirsiniz ki, hər il ölkə başçısı tərəfindən imzalanan müvafiq sərəncam əsasında biz əmək pensiyalarının indeksləşməsini həyata keçiririk. 2026-cı ildə də 1,1 milyon vətəndaşımızın pensiyalarının indeksləşməsi nəzərdə tutulmuşdur və bu indeksasiyanın təqribən 9% ətrafında həyata keçirilməsi təmin olunacaqdır. Bilirsiniz ki, indeksasiya mexanizmi Dövlət Statistika Komitəsi tərəfindən elan edilən əvvəlki il üzrə orta aylıq əmək haqqının artım tempinə uyğun olaraq həyata keçirilir. Biz gözləyirik, Statistika Komitəsi bu rəqəmləri elan etdikdən sonra tam dəqiq şəkildə biz biləcəyik ki, bu məbləğ nə qədər indeksasiya olunur. Eyni zamanda işləyən şəxslərin fərdi şəxsi hesablarında qeydə alınmış pensiya kapitallarının da biz indeksləşməsini həyata keçirilməsini 2026-cı ildə planlaşdırırıq. Təbii ki, biz çox geniş şəkildə həyata keçirilən proqramlarımızı müzakirə etdik. Bu proqramlarımız çərçivəsində olan prioritetlərimizi də müzakirə etdik. Bu prioritetlər çərçivəsində yenə də 2026-cı ildə əhalinin aktiv məşğulluq tədbirlərinə cəlb olunması Nazirlik üçün və Dövlət Məşğulluq Agentliyi üçün prioritet hesab olunacaq. Dövlət Məşğulluq Agentliyi tərəfindən 450 minə yaxın şəxsin 26-cı ildə də aktiv məşğulluq tədbirlərinə cəlb olunmasını biz proqnozlaşdırırıq. 15 minə yaxın şəxsin, işsiz şəxslərin özünə məşğulluğun təşkili proqramına cəlb olunmasını biz planlaşdırırıq. Peşə hazırlığı tədbirlərinin 26-cı ildə biz davam etməsini planlaşdırırıq. Peşə yönümlü məsləhət xidmətlərinin 2026-cı ildə davam etməsini planlaşdırırıq. Təbii ki, bu çərçivədə işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın proqramının icrası yenə də Nazirliyimiz üçün prioritet olaraq qalacaq. Qeyd etdiyim kimi 2026-cı ildə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işğaldan azad olunmuş ərazilərdə aktiv məşğulluğun təmin olunması üçün bütün aktiv məşğulluq tədbirləri tətbiqi təmin olunacaqdır. Bu çərçivədə eyni zamanda DOST konsepsiyasını biz bu konsepsiyaya toxunduq. 2026-cı ildə DOST konsepsiyasının icrası yenə də davam etdiriləcəkdir. DOST şəbəkəsi genişləndiriləcək. Bugün Quba, Gəncə, Naxçıvan, Sabirabad, Sumqayıt kimi bizim şəhər və rayonlarda DOST mərkəzlərinin tikintisi
davam etdirilir. Eyni zamanda bir çox rayonlarımızda DOST filiallarının təmiri, əsaslı təmiri davam etdirilir. Bu çərçivədə də bizim yeni DOST mərkəzlərinin və filiallarının deməli biz açılışını nəzərdə tuturuq. Eyni zamanda elektronlaşma ilə bağlı da biz bayaq deməli məsələlərə toxunduq. Elektronlaşma ilə istiqamətdə də tədbirlərimiz davam edəcəkdir. Eyni zamanda onu da qeyd edeyim ki, ölkə başçısı tərəfindən, nazirlik qarşısında qoyulmuş bütün məsələlərin həlli istiqamətində nazirlik əzmlə bundan sonra da öz fəaliyyətini davam etdirəcək. Sağ olsun. Təşəkkür ederim. Cənab nazir, minnətdaram ətraflı söhbətə görə və təbii ki, planlarınız sizin çox genişdir, çox şaxəlidir və onların hamısının vaxtında həyata keçməsini sizə bir arzu kimi diləyirəm. Uğurlarınız çox olsun. Təşəkkür ederim. Belə, hörmətli tamaşaçılar, biz bu günləri ölkəmizin sosial həyatının mənzərəsinə nəzər saldıq və bizim proqramımızın qonağı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev idi. Diqqətinizə görə minnətdaram, salamat qalın.